İnci səndə 21 oldu, hə? Bəli, mən. Tamam. Heyf ki, dünənki imtahan o birisi imtahanlardan çətin idi. O birisilərdən çətin idi. Baxaq uşaqlar suallarınıza buradan. 24 var 14. mənim. 14. 4-dən qabaq. 14. Bəli. Nərgiz cərgənin əvvəlindən 18-ci və məsələn, əvvəldən tutaq ki, 5-ci nə deməkdir, bax? Əvvəldən 18-ci, sonuncudan 13-cü şagirddir. Buradadır, Nərgiz buradadır. Əvvəldən 13-cü şagirddir. Yəni, Nərgizdən qabaq neçə nəfər var burada? 12 nəfər. Sondan isə 13-cü şagirddir. Yəni, Nərgizdən o tərəfə, daha doğrusu əvvəlindən 18-ci. Bundan qabaq neçə nəfər var? 17 nəfər. Nərgiz 18-cidir. Sonuncudan isə 13-cü şagirddir. Sondan 13-cü şagirddir. Nərgizdən bu tərəfə neçə şagird var? 12. 12 nəfər. Toplam onda burada şagird sayı neçə nəfərdir? 17 plus 12 plus bir nəfər də Nərgiz 1. Neçə elədi? 30. 30. 30 şagird. Anladın? Bəli, aydındır. Uşaqlar sonra 24 mənim. 24. 24'ten qabaq varızdır. Verin. 22. X, Y, Z natural ədədlər. 5Y bərabərdir 6Z-ə, X də bərabərdir 2Z-ə. Olarsa, onda buradan rahatlıqla 5Y bərabərdir 6Z verdiyi üçün adam fikirləşir ki, Y, bunun da ən kiçiyini soruşur da. Y-in ən kiçik qiyməti 6-dır. Z-in də ən kiçik qiyməti nə olacaq? 5. Z dəyər 5-dirsə, onda X olacaq 10. 1x plus y plus z cəminin ən kiçik qiymətini tapın. X-imiz bizim 10'dur. Y-imiz bizim 6'dır. Z-imiz də 5'dir. Onda cavabı taparsan ki 21. Aydın da. Bəli, aydın. Soru hansıydı? 24. Baxaq bunların ikisinə. Buna bax. Əbob n kvadratı plus n kvadratı plus 2n. Burada belə eləyəcəyik də birincini yazır. Əbob n-i çıxarsaq çölə, olar n plus 1. Buradan da n-i çölə çıxarsaq n plus 2 bərabərdir 4 olarsa. Hər ikisində bizdə var, hər ikisində n var. N-i çıxardaram çölə. Qalar əbob n plus 1 ilə n plus 2 bərabərdir 4-ə. N plus 1 ilə n plus 2 bunlar ardıcıl ədədlərdir. Ardıcıl ədədlər qarşılıqlı sadədir. Onların əbobu 1-dir. Buradan n-i taparsan 4. N-i tapdınsa 4, bir ədəd n kvadratı plus 4n idi. Bir ədəd də n kvadratı plus 2n idi. N kvadratı 16 plus 4, biri 20'dir. Biri də 16 plus 8, biri də eləyər 24. 16 plus 8, 24. Deyir ki, bu ədədlərin cəmi 44-ə bərabərdir. Bəli, 1-ə uyğundur B variantı. Biri 24, 20'dir, biri də 24. B variantı getdi. Gəldi növbətiyə. Bu ədədlərin əkobu 20 və 24-ün əkobu 9-a bölünür, 45-ə bölünür, 14-ə bölünür. Bunların əkobunu tapaq. Əkob 20 ilə 24.
Hər ikisi 4-ə bölünür deyə atdım çölə. Qaldı əkop 5 ilə 6. 5 ilə 6 ardıcıl ədədlərdir. Onların əkobu onların hasilidir. Yəni 5 ilə 6 30. 30'u da vurdum 4'ə 120. Bunların əkobu 120'dir. Bunların əkobu 30'a bərabərdir. Bu səhvdir. Bu ədədlərin əkobu 14'ə bölünür. Xeyr, 120 14'ə bölünmür. Bu ədədlərin əkobu 9'a bölünür. 120 9'a bölünmür. Səsim gəlir uşaqlar. Gəlir müəllim. Gəldi. Ha, 100 bölünmür. Deməli 1'ə yoxundur B variantı. Aydındır. Müəllim. Gəl 2'yə baxalım. Hər ikisindən N'yi çıxardıram. Qalır burada əbob M plus 7 ilə M plus 8 bərabərdir 2. M plus 7 ilə M plus 8 ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin əbobu 1'ə bərabərdir. Qarşılıqlı sayılardır. Buradan N'yi taparam bərabərdir 2. N bərabərdir 2 olar. N bərabərdir 2 oldusa biri N kvadratı plus 7 N idi. Biri isə N kvadratı plus 8 N idi. 4 plus 14, biri 18'dir. Biri də 4 plus 16, 20'dir. 20 və 18. Gəldi bura. 20 və 18. Bu ədədlərin əkobuna baxaq. Cüt ədədlərin əkobu nəyə bərabər idi? Onların Bu hasilinin hasilinin yarısı. yarısı. Aha. Eləyər 180 bunların əkobu. Bu ədədlərin əkobu 9'a bölünür. Bəli, 180 9'a bölünür. Bura uyğundur A variantı. Bu ədədlərin əkobu 30'a bərabərdir. Bu ədədlərin cəmi 45'ə bərabərdir. Yox. Bu ədədlərin əkobu 14'ə bölünür. Yox. Getdik növbətiyə. Əbob N kvadratı plus N'i çıxartsam çölə. Onlar N plus 4, N plus 5 bərabərdir 3'ə. Bu ədədlərin əbobu. Əbob N plus 4, N plus 5. Ardıcıl ədədlərin əbobu 1'dir. Burada N bərabərdir 3 alındı. N bərabərdir 3 alındı. İndi bizdə də əbob var. Bir ədəd N kvadratı plus 4 N'dir. Bu ədəd də N kvadratı plus 5 N'dir. Biri 9 plus 12 edər bizdə 21. Biri də 9 plus 15 bizdə edər nə qədər? 24. 21 və 24. Bu ədədlərin cəmi 45'ə bərabərdir. Bəli. 3'ə uyğundur D variantı. Bu ədədlərin əkobu. Əkob 21 və 24 üçün tapaq. Hər ikisi nəyə bölünür? Nəyi çıxardaq çölə? 21 və 24. 3'ə. 3 çıxarsam çölə qalar 7. Burada da qalar 8. 7 və 8 ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin əkobu onların hasilidir. 3 vur, 7 vur, 8. Bu ədədlərin əkobu 14'ə bölünür. Bəli. 3 vur, 7 vur, 8 hasili 14'ə bölünür də. Çünki 56 ilə 14'ə bölünür 4 vur. Bu ədədlərin əkobu 14'ə bölünür. Burada uyğundur Y variantı. Uyğunluq sualı bizim buraxılış imtahanlarına düşmür. Bizim blok imtahanlarına, 11'in blok imtahanına düşür. 11'in blok imtahanlarında 27. sual uyğunluq sualı olur. Buraxılış imtahanlarında iştirak eləmir. Aydınsa davam edelim. 4 var müəllim. 25. 25. 25. Əbob M-in bərabərdir 108'ə. Bərabərdir 108'ə. Və buradan M bərabərdir 4 vurulsun 3'ün üstündə K plus 2. Bir də M də bərabərdir 12'nin üstündə K. 12'nin üstündə. Birinci əbob və əkobu 2 ədədin əbob və əkobunu tapan zaman biz onları sadə vurğulara ayırmalıyıq. Məsələn, bu 4'ü yazırsan 2'nin kvadratı, 3'ünü də yazırsan K plus 2'dir. Elə yazdın. 12, 2'nin kvadratı vurulsun 3'dür. Yəni 4 vur 3'dür. Üstündə də K'dır. Olacaq 2 üstündə 2K, bir də 3'ün üstündə K. 2 ədəd üçün, məsələn, 2 ədəd verilib. A verilib 2 vurulsun, 3'ün kvadratı vurulsun 5.
5'in kubu. Bir de B verilib. 2'nin kvadratı vurulsun. 3 vurulsun. 5 üstündə 8. Bu ədədlərin əkobunu tapanda nəyi götürəcək? Böyüyü götürürsən. Əbobunu tapanda isə kiçiyi götürürsən. Yəni əkov tapanda bunlardan 2'nin kvadratı böyüyü götürürsən. 2'nin kvadratı. 3'ün kvadratı 3, 3'ün kvadratını götürürsən. 5'in kubu 5 üstü 8, 5 üstü 8'i götürürsən. Amma əbobu tapanda isə tam tərsinə kiçiyi götürürsən. 2 yoxsa 2'nin kvadratı 2'ni götürürsən. 3 yoxsa 3'ün kvadratı 3'ü götürürsən və 5'in kubunu götürürsən. İndi burada da bunların əbobunu verib m'in 108. Əbobu tapanda kiçiyi götürülür. 2'nin kvadratı yoxsa 2 üstündə 2k. 2'nin kvadratı daha kiçiyi. 3 üstündə k plus 2 yoxsa 3 üstü k. 3 üstündə k. Bərabərdir 108'e. 108'i 4'e bölərəm. 3 üstündə k bərabərdir. 108'i 4'e böləndə eləyər 27. Onda k da bərabərdir buradan 3'e. K'mız elədi 3. Əgər k'mız 3 ise onda 4 vurulsun 3'ün üstündə k plus 2. 4 vurulsun 3'ün üstündə 3 plus 2. Aydın da. Aydındır. Gəlmə. Növbəti 44. 44'ten tez. Otuz beş var. 36 var. 35. Ədədin kəsr hissəsini tapın. Bunu sizə izah eləmişdim yoxsa yox? Bizə İzah eləmişsiniz. Bəzi. Onda 9 çıxılsın kök altında 29. Bu ədədin kəsr hissəsini tapmaq istəyirsənsə bunu atırsan. Çünki bunun kəsr hissəsi yoxdur. Burada qalır mənfi kök 29. Ədədin kəsr hissəsini tapanda ədədin özündən onun tam hissəsini çıxmaq lazımdır. Gəlin bu mənfi kök 29'un tam hissəsini tapaq. Bu mənfi 5,6 edir. Mənfi 5,6'nın da tam hissəsi mənfi 6'dır. Mənfi 5,6'nın tam hissəsi mənfi 6'dır. Ədəddən çıxıram onun tam hissəsini, mənfi 6'nı. Olur 6 çıxılsın kök 29. 6 çıxılsın kök 29. 6 çıx kök 29 bu da bizdə uyğundur Y variantı. Aydın da. Evet. Onu devam edelim növbəti. Alo. 36. Salamdır da sağ olsun sizə. Yox, ikinci cəhd deyəndə Nicat onu şey kimi nəzərdə tutur da. Yəni blok imtahanını demək istəyir. O yok o blokun da ikinci cəhdə olur o şey. Onun qeydiyyatı hələ açıq deyil axı. O sonra satacaq. Aha. Ondan sonra. Bəli, bəli. Bildim mən çox yok. Biz keçmişik o heç. Onu keçmişik. Ha, o işin keçmişiksə sonra. Keçmişik. Bir açıydım baxın. Yəni bayaq girib baxmısansa lap bomba. Evet. Oldu müəllim, oldu çox sağ ol. Oldu. Göstərsin narahat. Ay gəl əlavələrə gəl. Yaxşı gələcəm. Gəl. Sağ ol. Ədədləri üçün hansı münasibətlərdən hansı doğrudur? Bəli. Qəşəng sualdır. Ədədləri üçün münasibətlərdən hansı doğrudur? Yazanımız var bunu. Yazmış. Kim yazır? Bura bax.
A bərabərdir kök 15 çıxılsın kök 14'dür. Ümumiyyətlə, arşalar, kök 15 çıxılsın kök 14'dür. Kök 15 plus kök 14'ə vuranda nə eləyir? 15 çıxılsın 14. Bəli, A minus B eləyir 1. Düzdür? 1 eləyir. Məsələn, buradan kök 15 çıxılsın kök 14'ü tapanda, bunu tapmaq istəyirsən birincini. Bunu tapanda 1'i buna nə edərsən? Bölərik. Bölərik. Kök 14 çıxılsın kök 13'ü. Kök 14 plus kök 13'ə vuranda nə eləyir? 1 eləyir. 1 eləyir. Onda kök 14 minus kök 13'ü tapanda 1 bölünsün kök 14 minus kök 13. Belə olacaq. Onda bura bax. Bu A'nın yerinə, A bərabərdir. Kök 15 çıx kök 14'ün yerinə yazıram. 1 bölünsün kök 15 plus kök 14. Bunun da yerinə yazıram. B'nin yerinə. 1 bölünsün kök 14 plus kök 13. Sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyükdür. Məxrəci kiçik olan hansıdır? Kök 14 plus kök 13 olan. Bəli. Sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyükdür. Yəni B A'dan böyükdür. Görürsünüz? Bu kök 14 plus kök 13'dür. Bu isə kök 15 plus kök 14. Məxrəci kiçik olan kök 14 plus kök 13. Aydındır? Bəli. Aydındır. 44 var müəllim. Bəli, müəllim. 44. 44'ten qabaq var. Gəl bunu belə eləyək də. Əbob K kubu çıx 27 deyil. Bunu belə yazaq. Əbob vuruqlara ayıraq. K çıxılsın 3. K kvadratı plus 3K plus 9. Həmçinin bura K kvadratı plus 3K plus 9 bərabərdir AK minus 16. Bunların hər ikisində nə var? Daha doğrusu bununla bunun əbobu nəyə bərabərdir uşaqlar? Ortaqlardır da. Yəni nəyə? K kvadrat plus 3K plus 9. Bəli. K kvadrat plus 3K plus 9 bərabərdir AK çıxılsın 16. Onlar K kvadratı plus 3 minus A vurulsun K plus 25 bərabərdir 0. Gəldik, düşdük bura. Gəldi bura. Deyir, bu tənliyin yeganə həlli olarsa, yeganə həllinin olması üçün nə olmalıdır? Kvadrat tənliyin nə vaxt yeganə həlli olur? Diskriminant sıfıra bərabər bərabər. olan. Diskriminant 0 edir. Diskriminantı B kvadratı çıxılsın 4AC bərabər edir 0. Onda B dediyimiz 3 çıxadır. Kvadratı çıxılsın 4AC. 4 dənə A'mız 1'dir, C'miz də ki 25'dir. Bərabər 0. 3 çıx A'nın kvadratı çıxılsın 100. Yəni 10'un kvadratı bərabər 0. Bunu da vuruqlara ayıraq. 3 çıx A çıx 10. Bir də 3 çıx A plus 10. Bərabərdir 0. Onu da buradan alarsan ki 3 çıx 10. Mənfi 7 çıx A. Bir də 3 plus 10. 13 çıx A. Bərabər 0. Hasil 0 isə vuruqların hər birini 0 edəcəksin. Həm bunu, həm də bunu. Buradan A-nı alatsan 13. Buradan da A-nı alatsan mənfi 7. Mənfi 7, 13. Düzdürmü? A-nı 2-dən. A parametrinin hansı müsbət qiymətindədir? Onda mənfi 7'ni götürməyəcəksən. A-nı götürəcəksən 13.
A elədi 13. Bəs K-nı hardan tapaq? A 13 isə gətirib yerinə yazaq. A-nın 13 qiymətini qoyaq yerinə. Olar belə. K kvadratı 13 qoysaq A-nın yerinə. Minus 10K plus 25 bərabərdir 0-a. Burada bizdə nəyin açılışıdır? K çıxılsın 5-in kvadratıdır, bərabərdir 0-a. Buradan K-nı tapacaqsan 5. Deməli, A-mız 13-dür, K-mız da 5-dir. Bizdən soruşur ki, əkop A minus K, A plus K. Əkop A minus K. A-mız 13-dür, çıxılsın K, 5. 13 çıx 5, 13 plus 5. 8, 18. Bəli, əkop 8, bir də 18. 8 ilə 18-in əkobunu tapmaq istəyirsən. Necə 72. taparsan? Hər ikisi nəyə bölünür? Çıxardaq çölə. 2-yə. Qalar 4 ilə 9. 4 ilə 9 qarşılığı sadədir. Onların əkobu onların hasilidir. 4 ilə 9-un da hasili 36-da. Vurdun 2 elədi 72. Baxın, kim sual vermək istəsə versin. Aha, sonra 46. 46. ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hasilini tapın. Gəlin bunun kəsr hissəsini tapaq. A bərabərdir kök 15 çıxılsın. 2-ni ataq içəriyə. Olacaq 2-nin kvadratı vurur 3, yəni kök 12. Təkrar edirəm. Bir ədədin kəsr hissəsini tapmaq istəsən, ədədin özündən onun tam hissəsini çıxırsan. Bir ədədin kəsr hissəsini tapmaq istəsən, ədədin özündən onun tam hissəsini çıxırsan. Bu ədədin özüdür. Gəlin bu ədədin tam hissəsini tapaq. Tam hissəsi. Tam hissəsini necə tapacaq? Bundan təqribən kök çıxarsın 3,5. Bundan da 3,2 falan. Yəni bundan kiçik kök çıxa biləcək ədəd 9-da. 9-dan 3 çıxır. Bundan da 3 tamına qədər çıxar. 0,3 falan. 0,3-ün tam hissəsi 0. Deməli, ədədin kəsr hissəsi ədədin özündən tam hissəni çıxmalı. Bu ədədin özüdür. Bundan tam hissəni, yəni 0 çıxanda elə özü qalır. Deməli, ədədin kəsr hissəsi elə kök 15 çıxılsın, kök 12 imiş. Yəni, ədəd kəsr ədəd imiş. Bu ədədin əksi olan ədədin hasilini tapın. Bu ədədin əksi. Bunun əksi, bu kök 15 çıxılsın, kök 12-dir. Bunun əksi, kök 12 çıxılsın, kök 15 eləyəcək. Bunu basaq. Kök 15-i kök 12-yə vuranda eləyər kök altında 180 çıxılsın. Kök 15-i kök 15-ə vurursan eləyir 15 çıxılsın. Kök 12-ni kök 12-yə vurursan eləyir 12. Mənfi mənfi dəyir müsbət. Burada da 12 dəyir 15-ə olur. Yenə də kök altında 180. Kök altında 180 nə deməkdir ümumiyyətlə? 36 vur 5 deməkdir. Yəni 6 kök altında 5 deməkdir. Kök altında 180, 6 kökdə 5 deməkdir. 6 kökdə 5, bu da 6 kökdə 5, eləyər 12 kökdə 5. Mənfi 15 çıxılsın 12, eləyər minus 27. Oldu belə. 12 kökdə Okey. 5. Aydındır. Aydın var.
49 mənim. 9. Mən verim. 48. 8. Bayaqki dediyimdə, Əkob deyəndə bayaq başa düşdünmü nə dedim? Böyüyü götürürdük, kiçiyi götürürdük. Əkov dedikdə böyük götürür. Böyüyü götürürdük. Bax, 2'nin üstündə A'da, 2'nin üstündə B'dir. Nəyi götürərsən? B A'dan böyükdür. Əbobdur burada 2-anı götürərik. Əkobdur, Əkobdur. Əkov, bəli, 2-ni götürərik. 2B. 2 üstü B, burası. 3 üstü B yoxsa 3 üstü C? 3 üstü C. Niyə? Hə, 3 üstü C. Doğrudur. 5 üstü C. 5 üstü A, 5 üstü B, 5 üstü C. A. O da eləyər B variantı. A, bəli. 2 üstü B, bunu da yazırsan 3 vurulsun 5'in üstündə C. Oldu. 2 üstü B vurulsun 15'in üstündə C. Əkob olanda böyüyü götürürük, əbob olanda isə kiçiyi götürür və salam. Beləcə yadında saxla, bundan da məsələ bitsin, geçsin. Aydındır. Təkrar keçəcəyik. Məsələn, sən indi bunu dedik. Məsələn, növbəti dəfə yenə sıfırdan başlayanda yenə təkrar danışacağıq bunları. Və təkrar görəndə şagird oturur da yerinə. Çətini bir şagirdə bir mövzunu birinci dəfə keçməyimizdir. Yaxşı şagirdsə əgər oturur yavaş-yavaş yerinə. 2 dəfə, 3 dəfə, 4 dəfə keçsən eyni şeyləri davamlı oturur. Növbət sualınızdır 49 yəqin ki. Bəli. A bərabərdir 7 faktorial. Faktorial anlayışı yəqin ki hamınız bilirsiniz. Çünki biz keçmişik sizdən. İndi sonradan qoşulanlar bilmir. 0 faktorial 1 idi. 1 faktorial 1 idi. 2 faktorial 1 vur 2 idi. 3 faktorial 1 vur 2 vur 3 idi. 4 faktorial 1-dən həmin ədədə qədər olan ədədlərin hasilidir. Məsələn, A bərabərdir 7 faktorial o idi ki 1 vur 2, 3, 4, 5, 6, 7. Yəni 1-dən 7-yə qədər olan ədədlərin hasili. Bizdə Əkoba, Əboba aid belə bir düstur var. Əkob AB vurulsun Əbob AB Abi. bərabərdir A vur B'dir. Baxın, fikir versəniz buradakı bu AB-nin yerinə silirəm. Yerinə yazıram Əkob AB vurulsun Əbob AB. Əkob AB-lər getdi. Burada qaldı Əbob AB bərabərdir 120 qaldı. 2 ədədin əbobunun 120 olmağı o deməkdir ki 120 də bilirsiniz bizdə nə qədərdir? 5 faktorial 120'dir. 120 o deməkdir ki həm A ədədi 120'yə bölünür, həm də B ədədi 120'yə bölünür. Bunun A ədədinin 120'yə bölündüyü aşkardır da. Burada 120'yə bölünür bu ədəd. İndi K nə olsa B ədədi də 120'yə bölünür. 13'dən K. Xatırladım sizə permutasiyanı. Məsələn, permutasiya 2-dən 1-ə 2 deməkdir. Permutasiya 2-dən 2-yə 2-dən başlayaraq geriyə 2-dən element. 2 vur 1. Permutasiya məsələn 3-dən 2-yə deyəndə 3 vur. 3-dən başlayaraq geriyə 2 element. Məsələn, permutasiya 5-dən 3-ə deyəndə 5-dən başlayırsan geriyə 3 element. 5, 4, 3. Permutasiya 8-dən 3 deyəndə 8-dən başlayırsan 3 element. 8, 9, 3 dənə yazırsan. 8, 8, 7, 6. 8, 7, 6. 3 dənə yazırsan geriyə doğru. İndi burada permutasiya 13'dən K. K-nı neçə götürməliyəm ki? Onun içində 120 vurğu olsun. 120 də 12 vurulsun 10'dur. Permutasiya 13'dən neçəyə yazım ki 10'a qədər gəlsin? 13'dən nəyə yazım? 2, 3. Yok, 3. Mən 4. 4. Dört. Bak 4 yazsam, 3 yazsam ne olacak? Bak 3 yazsam ne olacak? 13, 12, 11. Burada 120 vurgu yok. Ama 13'ten 4'e yazsam 13, 12, 11, 10. Gördün mü? Bak 120 vurgu var mı?
Deməli, K neçə olmalıdır? 4 olmalı. Nisbətən digərlərinə baxanda biraz çətinlik səviyyəsi var. Bilmirəm, başa düşdüyü yoxsa yox. Təkrar görsən bu sualı yaza bilərsənmi? Bilmirəm. Daha sonra 51. 51. biz A bərabərdir məsələn 7 faktorial, B bərabərdir 5 faktorial. 7 faktorial birisi də 1 vur 2, 3, 4, 5, 6, 7 deməkdir. 5 faktorial isə 1, 2, 3, 4, 5 deməkdir. A ilə B-nin əbobu deyəndə əbob A ilə B üçün nəyə bərabərdir? 5 faktoriyalı. Bəli, ortaqlar götürürdük də hər ikisində olan. Hər ikisində olan budur. 5 faktorial. Düzdürmü? Məsələn, sən sual verirəm. Əbob 10 faktorialla 6 faktorial. Nəyi götürərsən? 6 faktoriyal. 6 faktorial. Çünki başa düşdün də 6 faktorial 10 faktorialın içində var. İndi burada da əbob A plus 2 faktorialdan A plus 5 faktorial. Nəyi götürərsən bunlar üçün? A plus 5 faktorial. Yox, bu böyükdür axı. Əbob götürəndə kiçiyi A götür. ben A plus 2 faktorial. A plus 2 faktorial bərabərdir 720. 720 bilirsiniz nə deməkdir? 6 faktorial deməkdir. 1-dən 6-ya qədər olan ədədləri bir-birinə vursaq edər 720. 6 faktorial deməkdir. Bunun A plus 2 faktorialın 6 faktorial olması üçün A neçə olmalıdır? 4. A 4 olmalıdır. A 4 olmalıdırsa gətirib yerinə qoysaq. Əkob 4 qoysaq yerinə. Eləyər 6, 4 qoysaq yerinə eləyər 9. 18. 6 ilə 9 üçün neçədir? 18. Aydındır? Bəli. Ben 52. 52. N ədədini M kubu ədədinə böldükdə natamam qismətdə 2 qalıqda 31 alınarsın. N'in ən kiçik qiymətinin rəqəmləri cəmini tapın. N'i tapmaq. N'i tapmasan bura bax. 6-nı 2-yə bölünəndə 3 dəfə qalıq 1. Bu necə? 6 nəyə bərabər idi? 3-ü vururdun 2-yə, üstünə 1 gəlir. Natamam N'i tapmaq üçün nəyə vuracaq? 2-ni vurursan M kubuna, üstünə nə gəlirsən? 31. Razısınız? Natamam qisməti, daha doğrusu bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub üstünə qalığı gəlir. Aha. Onda sənə bir şey də deyim. Məsələn, 9-u 5-ə böləndə qalıq neçə qalır? Bir dəfə bölünür, qalıq nə qalır? 4. 4. Bəs 11-i 5-ə bölünəndə? 2 qalıq. 1 qalıq. Siz belə deyirsiniz heç. 11 5-ə bölünür, bir dəfə qalıq 6. Belə deyə bilərsiniz. Xeyr. Deməli, bölən qalıqdan böyük olmalıdır. Ay sağ ol. Qalıqlı bölmədə bu şeyə əməl eləmək lazımdır ki, qalıq böləndən nə olmalıdır? Kiçik olmalıdır. Qalıq kiçik olmalıdır böləndən. Məsələn, bəzən sual verir. 5-ə bölündükdə qalıqda neçə alına bilər? Nə alına bilər? 1, 2, 3, maksimum nə alına bilər? 4 alına bilər. 5-ə böləndə qalıqda 5 alınar heç.
Xeyr. Alınmaz. Ona görə də indi burada qalıq böləndən kiçik olmalıdır. 31 kiçik olmalıdır m kubundan. M də naturaldır. Hansı natural ədəd götürərsən ən balaca? 31-dən böyük olsun kubu. 4. 4. 4. Da 3 götürə bilməzsən. Ona görə 4 gətirib qoyursan yerinə. 2 vurulsun 4-ün kubu 64, üstünə yensin 31. 128 plus 31. 159. 159. Cavab 159. Ən kiçik qiymətinin rəqəmləri cəmini tapın. Bunun rəqəmləri cəmi. 1 plus 5 plus 9. Neçə elədi? 15. Rəqəmləri cəmi 15. Bax gör aydındır mı? Aydın müəllim. Aynen. Əlli səkkiz. Əlli səkkiz. İki rəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayından 3 dəfə çox. İki rəqəmli bir ədəd götürək. X, Y. İki rəqəmli ədəd üstündə xətt yazırsınız həmişə. Bu təklik gedir. Bu da onluq gedir. Adam yazıb ki, təkliklərin sayı onluqların sayından 3 dəfə çox. Yəni, Y bərabərdir 3x-ə. Təkliklərin sayı onluqların sayından 3 dəfə çox. Y 3x. Bu iki rəqəmli ədədin onun rəqəmləri fərqinə hasili. Bu iki rəqəmli ədədin onun rəqəmləri fərqinə hasili. Rəqəmləri fərqinə hasili. Hasili, yəni vurması. 234. X, Y üstündə xətti necə açarlar? 10x plus y. Y minus x bərabərdir 234. Y-in yerinə 3x qoyaq. Gəl, Y-in yerinə 3x qoyaq. Bunun yerinə 3x qoyaq. Y-in yerinə burada 3x qoyaq. Buraya eləyər 13x vurulsun. 3x-dən x çıxırsan eləyir 2x bərabərdir 234-də. Burada eləyir 26x-in kvadratı bərabərdir 234-də. Onda x-in kvadratı bərabərdir 234-ü bölü 26-ya. Neçə və bölünür? 9. 9. Onda x bərabər nəyə? 3-ə. 3'ə. X-imiz 3-dür. Y-imiz də 3x-dir. 9-dur. Yəni neçə elədi? Cavabımız 39. Aydındır. Sonra 61. 61. n-in hansı ən kiçik natural qiymətində n faktorial ədədi 340-a bölünür? 340-ın vuruqlarına baxaq da. 17 vurulsun, 2 vurulsun, 34 vurulsun, 10 deməkdir də bu. N faktorial. İndi bura bax. N faktorialı bildin də, birdən n-ə qədər olan ədədlərin hasilidir. Məsələn, 5 faktorial, birdən 5-ə qədər ədədlərin hasilidir. İndi bu n-i neçə götürüm ki, buna qalıqsız bölünsün. Qalıqsız bölünməsi üçün 2 də ixtisara getməlidir. 17-də 10 da ixtisara getməlidir. N-i ən kiçiyi neçə götürməliyəm? 2 ixtisara getsin. 17. 17. Çünki n-i məsələn götürürəm 5 faktorial, düzdürmü? 1, 2, 3, 4, 5
bölünsün 17 vurulsun 2 vurulsun 10. Fikir ver, bu 17'ni aparacaq. Yəni 17 hasilini yaradacaq bir ədəd yoxdur ümumiyyətlə. Ancaq və ancaq 17'nin getməsi üçün n nə ola bilər? 17 faktorial olsa onun içində 17 olacaq, 17'nin ixtisar gedəcək. Bilmirəm çatdı, çatmadı. Aydındır. Aydın. Sonra 67. 65. 62. bax, xy 0,4 bölünsün xy. A qalır B. Xy-i nə götürürsən götür. Məsələn, mən xy-i 1,2 götürürəm. 1204 bölünsün 12. Neçə dəfə bölünür? 100 dəfə qalıq nə qalır? 4. Məsələn, sən xy-i nə götürmək istəyirsən? Bir də ədəd deyə mənə. 25. 20 mesela. 25 var. 2504 bölünsün 25. Neçə dəfə bölünür? 100 dəfə qalıq nə qalır? Qalsa 4. 4. Nə götürmək istəyirsən de, onu götürək. Sən ürəyindən nə keçir? 23 mesela. Neçə? 23. 23. 2304'ü böyle 23'e. Neçə dəfə bölünür? 100 qalsa 4. Qalıqdadır. Hər dəfə sən fikir verirsən, nə götürürsən götür. 100 dəfə bölünəcək. Qalıqda da 4 alınacaq. Bu 100'dür, bu da 4'dür. Deyir, AB hasilini tapın 400. Sonra 67. bizdə də
Hə, dostlar, bağışlayın. Bağışlayın, bağışlayın. Biz neçəyə baxırdıq? Uşaqlar buradasınız. Mən də. 67. Neçəyə baxaq? Müəllim. Neçəyə? 67 deyildi müəllim. Ha, 67. Altı. Bucaqlardan hansılar iki müstəvi arasındakı bucaq ola bilər? İndi düzdür, bu fəzada öyrənilən bir şeydir. Riyaziyyatın ən son bölmələrində öyrənilən bir şeydir. Amma iki müstəvi arasında qalan bucaq, elə belə deyim də sizə, yalnız iti bucaqları götürəcəksiniz. İti bucağı, məsələn 89-u, 37-ni, 44-ü. Yalnız iti bucaqları götürəcəksiniz. Yalnız iti bucaqları götürəcəksiniz. Amma yəni bunu biz sizinlə öyrənəcəyik 11-in sonunda bu fəza bölməsində. Yəni fəza bölməsində öyrəniləcək. 69. İki paralel düz xətt ilə onları iki paralel düz xətt ilə onları kəsən düz xəttin əmələ gətirdiyi daxili bir tərəfli bucaqlardan biri 112 dərəcədir. Bura məsələn 112 dərəcədir. Daxili bir bucaqlardan biri. Bu bucağın tənböləni ilə bunun tənbölənini çəkirsən. Bu 112-nin tənböləni eləyər 56, 56. Burada eləyər 56. 112-nin tənböləni. Bu bucağın tənböləni ilə ikinci paralel düz xəttin əmələ gətirdiyi böyük bucağın dərəcə ölçüsünü tap. Böyük bucağı soruşur, buranı soruşur. Aşağılar, daxili bucaqlardan biri 112 idisə, bura nə qədərdir? Daxili bir tərəfli bucaqların cəmi nəyə bərabərdir? 180-də bərabər deyil. 180-də bərabər. Biri 112 idisə, 112-nin üstünə nə gələndə 180 edilir? Hə? 8. 68. 68. Buraya elədi 68. Onda buradakı bu üç bucaqda bu üç bucağın xarici bucağını tapa bilərsən də. Bu üç bucağın xarici bucağı özünə qonşu olmayan daxili bucaqların bu bucağı özünə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni 56 plus 68. 56-ın üstünə 68-cə olsun cavab. Aydındır? Bu kimin sualıdır? Çatdı ona. Aydındır. Aha, sonra şalan. Doksan müəllim. 82. 81. 81. Səksən bir. 81-in adı necədir uşaqlar? Bax, bu buna paraleldir. O birisi də o birisinə paraleldir. Belə bucaqlara necə bucaqlar deyil? Bu da buna paraleldir. Bu bucaqların adı nə gedirdi? Uyğun tərəfləri Paralel olan bucaqlar. bəli, uyğun tərəfləri paralel olan bucaqlar gedirdi. Görürsünüz də? Göylər bir-birinə paraleldir, qırmızılar da bir-birinə paraleldir. Biz nə bilirik uyğun tərəfləri paralel olan bucaqlar haqqında?
Uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcə. Baxın, bu bucaqların ikisi də iti bucaq. Bunlar bir-birinə bərabərdir ikisi də. İkisi də bir-birinə bərabərdir. Düzdürmü? Yəni, indi ikisi nə qədərdir? İndi onu araşdıracağıq ki, görək bunlar nə qədərdirlər. Baba, göylərə bax. Göylər paraleldir bir-birinə. Bu da onları kəsən düz xət. İki paralel düz xətdən kəsən bu düz xət. Bu beta ilə 100-ün adı necə idi? Bu bucaqların adı necə gedirdi? Daxili Daxili bir bir tərəf. tərəfli bucaqlar. Daxili bir tərəfli bucaqların cəmi 180. Onda buradan betanı taparsan ki 80. Beta 80'de, alfa da 80'de. 80, 80, 160. Bakın, eğer nasıl problem varsa deyin, izah edin. Yoxdur mən. Aydındır müəllim. Aha, növbəti onda. Növbəti başqası deyin. 82. 82. Düz xət parçası, düz xət AB parçasını onun ortasında kəsir. Düz xət AB parçasını onun ortasında kəsir. A nöqtəsindən bu düz xəttə qədər məsafə AB parçasıdır. Düz xət deyir ki, bir düz xət AB parçasını onun ortasında kəsir. Ortasında kəsir. Ortasında kəsir. A nöqtəsindən bu düz xəttə qədər məsafə 4 santimetrdir. B nöqtəsindən bu düz xəttə qədər məsafəni soruşur. Dostum, orta deyir də onsuz da. Buradan bura qədər məsafə 4-sə, buradan bura qədər 4. Bilmirəm, indi sən nəyə başa düşməmisən burada? Hı -hı. Uşaqlar, növbəti. 90. 90. Uzunluğu 144 santimetr olan çubuğun bir ucundan üçdə bir hissəsini, digər ucundan 9'da 2 hissəsini kəsdikdə 144'ün üçdə bir hissəsini kəsək ataq. 144'ün, bir də 144'ün 9'da 2 hissəsini. 144'ün üçdə bir hissəsi nə qədər eləyir? Yəni 144'ü bölə 3'ə. 144'ü 3'ə böləndə bizdə eləyər 48. 144'ü 9'da 2 hissəsinə qədər eləyir. 32. Bir ucundan, baba, buradan 32. O birisi ucundan isə buradan 48.
48. Ee, onun yeni orta nöqtəsi B ilə ilkin orta nöqtəsi arasındakı A arasındakı məsafəni bir tapın. Onun yeni orta nöqtəsi B ilə ilkin orta nöqtəsi A arasındakı. Onun yeni orta nöqtəsi, ilkin orta nöqtəsi. Uşaqlar, bu 144 santimetrdir. Bax, buradan bura qədər. Bunun tən ortası deyir haradır? İlkin nöqtə. İlkin orta nöqtəsi A. Buradan A'ya qədər nə qədər eləyir? 72. Buradan A'ya qədər nə qədər eləyir? 72. Bu ilkin orta nöqtədir. Deyir, kəsiləndən sonra 48, 32 nə qədər kəsilib? 80. 80 kəsilib. 144 idi, bunun 80'i kəsilib atılıb. Nə qədəsi qalıb? 64'ü. 64'ü qalıb. Bax, qalan yer. Qalan buradan bura qədərdir. 64'dür. Buradan bura qədər 64'dür. Qalan yer budur. 64'dür. Onun ilkin B orta nöqtəsi. İndi B hardan hara kimidir? Orta nöqtəsi. 32'dir. 32'dir. İndi bu A ilə B arasındakı məsafəni soruşur bizdən. Ay uşaqlar. Fikir verək. Buradan bura qədər, baba başqa rənglə yazım ki, siz heç biriniz çaşmayasınız. Buradan bura qədər 72'dir. Buradan bura qədər nə qədərdir? 64. 64'dür. İndi bu balaca məsafə nə qədər olur? X 8. 64 bərabərdir 72. X nəyə bərabərdir? 8'də. Kimə çatmazsa desin? Aydındır. Aydındır müəllim. Aydın. 91 də var idi. Neçə? 91. 91. Ha, bu sualda yanlışlıq var idi. Gəl buna baxaq. Oradakı yanlışlığı düzəldək. Alfa, beta, gamma uyğun olaraq kör, iti düz bucaq. Gamma düz bucaqdır. Onda 90 dərəcədir. Onda olacaq 2 alfa üstünə gəlsin 3 beta. 540'dan 90 çıxaraq. Nə qədər edir? 250. 540'dan 90'ı çıxdın, oldu 450. İndi soruşur ki, beta. Gör necə bucaqdır. Baxaq görək. Beta necə bucaqdır? İti. Beta iti bucaqdır. İti bucaqdır. Beta bucağın dərəcə ölçüsünün ən kiçik qiymətini tapın. Beta'nın ən kiçik olması üçün gözəl insan. Alfa nə olmalıdır? Böyük. Böyük. Böyük olmalı ki, böyüyü buna düşsün, buna balacası qalsın. Balacası qalsın. Onda alfa necə bucaqdır, bax hələ. Kör. 2. Yok çorba. Kör. Körün ən böyüyü neçədir? 179. 179. İçini vur 179'a. İçini vur 179'a. Nə qədər edir? 358. Üstünə yensin 3 beta bərabərdir 450'ye. 3 beta bərabərdir. 450'dən 358 çıx. Nə qədər edir? 92. 92'ni böl 3'ə. Nə qədər edir? 30 tam 92'ni 3'ə böləndə nə qədər edir ki? Təqribi 30 tam onda 6 falan edir də belə bir şey. Düzdür? 30 tam onda 6. Beta'nın ən böyük qiymətini tam qiymətini ən kiçik burada yazmalıdır ki tam qiymət. Tam qiymətini neçə götürərsən? 30 olur. 30.
Da 31 götüremezsen de bu 31'e çatmaz. 30,6'dır. Orada en kiçik olanına götürərsən. Cavablarda C verilir. C vermişik 31. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Biz səhv eləmiş ola bilərik kimi indi. O bir dənə baxaq. Bettanı 30 götürsəm. Ya bura bax, yoxlayım da. Nə var ki bunu yoxlamağa? Bettanı 30 götürsəm. Gətirim qoyun birini. 2 alfa üstünə yensin. Bettanı 30 götürsəm 90. Bərabər 450-yə. 2 alfa bərabərdir. 450-dən 90 çıx görünə nə qədər edir? 360. 360. Alfa bərabərdir 180. Alfa necə 180 ola bilər? Alfa kör olmalıdır. 31 götürə bilməzsin axı. Nə götürdüm alfa? Mən nə götürdüm indi? Bettanı. Bettanı nə götürdüm indi? 30 götürdüm, hə? 90. Ha biz Bəli. səhv götürürük də. 30,6 yox, 31 götürməliyik. 31 götürməliyik. Düz veriblər cavablarda. Biz səhv danışdıq. Biz səhv danışdıq. 30 götürsək gör nə baş verir? 30 götürsək alfanı nə alırıq? 180 alırıq. Niyə səhv oldu? Ha burada səhv oldu. 92-ni 3-ə böldün 30,6 bizə deyir 30,6-dan. Bizə deyir ən kiçik qiyməti, ən böyüyü demir axı. Ən kiçiyini deyir. 30,6-dan böyük, ən kiçiyi neçədir? 31-dir. 30,6-dan böyük, ən kiçik 31-dir də. Heç 30-u götürə bilmərəm axı. Bunu 30 götürmək, bunu mən 30,6 götürəm. 30 götürsəm bu böyük olacaq. Yəni 179 yox, artıq 180 olacaq. Amma bunu 31 götürsəm, bu 179 nə qədərsə olacaq. Aydındır? Bəli, müəllim. Bir də bir söz deyəcəydim. Bundan Evet. əvvəl işlət 90-cı idi. Ona da cavablarda 40 yazıblar. Hə, o et, o səhvdir, o et. Orada cavab 8. O et. Bunda cavab doğrudur. Onda cavab 40 səhvdir. O tamamilə səhvdir, o et. Hı hı. Getdik. 100. 100. Alfa bucağının tərəfləri arasından keçən şua onu iki bucağa ayırır. Baba bir bucaqdır. Bunun tərəflərinin arasından bir dənə şua keçirdirsən. Onu iki bucağa ayırır. İki bucağa ayırır. Kiçik bucaq 24 dərəcədir. Bura 24 dərəcədir. Və kiçik bucaq alfanın 13-də 6 hissəsinə bərabərdir. Alfanın 13-də 6 hissəsi bərabərdir 24 dərəcəyə. Onda alfa buradan nəyə bərabərdir dostum? 52. Alfa 52 dərəcədir. Bir alfanı tap. Elə bu. Ya da deyir onun 13-də 6 hissəsinə bərabərdir. Alfanı deyir tapdıq ki, belə.
Yaxşı, sonra uşaqlar başqa qurtardı burada. Bəli. Tamam. Tamam. Hə. Bura bitdi. Bura bitdisə, sizə məndən keçim. Sizə keçim. Bir də sizdən bir şeylər soruşum da elə hamınız burada olmuşkən. Neçə nəfərsiz? Hə, bizim imtahan verənimiz daha yoxdur onsuz da. Sizə demişdim ki, növbəti dərsdən etibarən sizə qrupu, yay qrupları eləyim. Əgər sizin üçün hamınıza uyğundursa, yay qrupu deyəndə ki, yəni adını dəyişib yay qrupu eləyək mənasında ki, burada da uşaqlar, burada da əsasən proqramımız bizim nə olsun? Proqramımız belə olsun ki, proqram belə qurmuşam. Bax, hər asan, orta, çətin olaraq həndəsənin əsas anlayışları, həndəsəsində uşaqların problemi var da, mən bunu imtahanlarda görürəm. Həndəsənin əsas anlayışları, təkrar-təkrar işləsəniz daha yaxşı. Həndəsənin əsas anlayışları, üçbucaqlar, kosinuslar, sinuslar, teoremi falan daxil, çevrə və dairə, çevrənin daxilinə, xaricinə çəkilmiş üçbucaqlar daxil, dördbucaqlılar, dördbucaqlılar bura aiddir, çoxbucaqlılar, trapesiya, romb, kvadrat, düzbucaqlı bunlar, funksiyalar, funksiyalara aiddir, funksiyaların cütlüyü, təkliyi, artı bazalanlığı, dövreliyi, modul və kökaltı funksiyaları və trigonometriya. Əlavə elə demək istədiyiniz varsa deyə bilərsiniz təbii ki. Və bunları keçmək istəyirəm bu ardıcıllıqla. Ki, məncə də bu da uğurlu bir layihə olacaq bizim üçün. Həm əksəriyyətinizdən məncə biz sentyabrdan davam eləyəndə ən azından xüsusən 10-cu siniflər, indiki 10-cu siniflər, növbəti tədris ili 11 olanlara aiddir ki, bu problemləri yaşamayacaqsan, bunları aradan qaldırsaq da, əgər düzgün işləsək də, söhbət düzgün işləməkdən gedir, düzgünlükdən gedir. Düzgün işləsək, bunlar aradan qalxacaq. Sonra həm effektli məşq olacaq, beləmi ki. Əsas məsələ həndəsə problemini aradan qaldırmaqdır. Həm onu qaldıraq, həm funksiyaları, həm trigonometriyanı sona çatdıraq, bitsin, sonra gəlsin növbəti tədris ili. Növbəti tədris ildə böyük ehtimal ki, 11-lərlə dərsimiz avqustdan başlayacaq. 10-cu siniflər və ya 9-cu siniflərlə biz başlayacağıq deməli, sentyabr ayında. Sizlərdən kimlər yaxın qalırsa, növbəti tədris ilinə mütləq şəkildə əyani gəlin. Kimlərdə heç cür əyani alınmırsa, hə, onlayn qoşulsun, problem yoxdur. Amma kimlər yaxındadırsa, əyani gəlsinlər mütləq. İndi gəlməlidirlər ki, mən onlara cədvəl verməliyəm. Əyaninin cədvəllərini verirəm uşaqlara indi. Müəllim, hazırlıq yeri hardadır? İlknur, daha doğrusu sən haradasan? Valideynlə danışmışdım, sənin əyani gəlməli idim, deyəsən. Mən yeni yasamıldım. Həzəstanlıdır, ay İlknur. Bəli. Gəlib getməyin kifayət qədər vaxt problemidir. Yolda, sən SAT verəcəksən də səhv eləməmsə, elə deyil? Yox, sınav müəllim. Yoxsa verəcəksən, sənə yalnız buraxılış lazımdır. Bəli. Sənə yalnız buraxılış lazımdır. Yox elə, məncə onlayn qoşulayıq Nur. Bilsən niyə? Çünki vaxt itkisi var sənin. Yasamaldan Həzar sınava gəlmək kifayət qədər vaxt itirəcəksən. Yolda vaxtın çox gedəcək. Bəli.
Elə onlayn öyrənə bilsənsə onlayn qoşul. Nuray sən deyəsən gəlməli idin, yadından çıxıbsan. Evet. Sən gəl mütləq şəkildə, yəni mən sənə cədvəl veririm. Özdə sən bilən mənə yaxınsan sən. Hardasa yaxınlıqda qalırsan. Benim köhnə güneşti. Hə, hə. Sən valideynə de mütləq məndən əlaqə saxlasın, sən cədvəl verim sənə. Gəl. Sonra Nərmin sən. Ben online da oynayacağım. Eğer ne olur. Yəni sənə növbəti ilin cədvəlini verməmişəm axı. Bir ikisini vermişti. Sese sonunda olanları. O da uygun gelmedi. Mektep bakımına düşürdü. O birisler de hazırlık bakımına düştü. Hə, tamam. Bugün gəlmirsən. Hə, onda tamam. Onda tamam. Görüm sənə danışmışıq, hə, danışmışıq. Hə, bunlar belə. Sonra, indi bu ardıcıllıqla gedəcəm, uşaqlar. Bizim bu 9'lardan kimlər qalacaq? 9'lardan kim var ki burada? Yusifimiz var. Yusif hanım. Royal buradadır. Royal'ın səs çıxmır. Hə, Royal da buradadır. Royal sən imtahan verdin, ay Royal. Onu istedim oğlum. Hə? Yani ben 10. sınıf. Hə, sən 10 sənə də olursa, hə. Sən qarşıdın. Bəli. Bizim burada İnci vardı. İnci sənə növbət tədrisinin cədvəlini vermişəm. Göndərmişdim valideynə. Bəli. Hə. Sonra kim var? Başqa heç kim yoxdur ki. Başqa hamı Humaydı onlayndır. Əyib də onlayndır. Yusif sən, dostum. Sən qalırsan ya qruplarına, yoxsa istirahət eləmək istəyirsən? Kalın benim. Qalırsan. Bir də Mehdi var burada. Mehdi. Mehdi sən nesən sinifsən? Də 9-san 10-san. Mehdi'nin səsi çıxmır. Mən 9-am müəllim. İmtahan verdin. Bəli, vermişəm. Neçə yazmısan? 10 dənə düz yazmışam. 10 dənə düz yazmısan. Ay sağ ol. Sən nə vaxt qoşulmusan ümumiyyətlə dərsimizə? Yəqin heç bir ay deyil. Ha? Bəli, heç bir ay olmayıb. Aydındır. Nicat var. Nicat. Nicat sən də onu sevirsən. Bəli. Aydındır. Aydındır. Hə, option belə. Bunları bildik, bunları dedik, danışdıq, qurtardıq. İndi isə biz növbəti dərsimizə dediyim kimi növbəti aydan proqramımızı o şəkildə gətirərik. Şimdi bir də qrupa təzə uşaqlar yazdım, onları da əlavə edəcəm bura. Növbəti dərsimizə nəyi götürüb təkrar edək? Hansını keçim sizə? Bir dəqiqə. Deyirəm sizə. Deyirəm sizə. Hə, bir dənə Əkbər yoxdur. Əkbərin canını alacam indi. Sizdən burada nə keçmişik? Trigonometriya keçməmişik, keçəcəyik. İnşallah. Əsas məsələ sizə bu ilk gələ trigonometriyanı qəşəng keçin. Otursun yerinə. Limit törəmə inteqrallar buraxılışa düşmür. Blok mövzularıdır. Sonra gəlir burada
Birləşmələr nəzəriyyəsi. Bax, keçmişik, gərək yenə təkrar edək. Onu da gərək proqrama daxil eləyəm. Bu birləşmələr nəzəriyyəsi ehtimal. Bunu da gərək daxil eləyəm proqrama. Mütləq şəkildə o da təzədən keçilməlidir. Sahələrdən nələr işləmişik ya uşaqlar? Sahədən deyəsən aklınızda və nəyi işlədik? Bəzi çoxbuzalların sahəsi. Sizlə sonunuzda və desəm onu işlədik də bəzi çoxbuzalların sahəsi. Bəli, müəllim. Bəli. Bəli. İndi təkrardan danışaq nəyi? Bloka və buraxılışa düşəcək 100% mövzudur. Hərəkət, oxşarlıq, simmetriya serilmələri, paralel köçürmə. Bir bu. F tapşırığınızı qeyd edin. Buradan 58 sual. Üstünə gəlinsin oxşar fiqurlar. Oxşar fiqurlardan da 58 sual. Oxşar fiqurlar çətin daha, rahat deyil. Səhifə 228-ə qədər ev tapşırığınızı özünüzə və qrupa qeyd edin mütləq şəkildə. Özünüzə və qrupa qeyd edin mütləq şəkildə. Simmetriya çevirmələrindən sizə xatırladım. Hətta sizdən də soruşa bilərəm əslində. Simmetriya mövzusu. Simmetriya, ümumiyyətlə, simmetriya nə deməkdir? Simmetriya gözəllik deməkdir. Məsələn, sən kiməsə gözəlsən demək istəyirsənsə, sən ona deyə bilərsən ki, sən simmetriksən. Desən, gözəllik mənasında istifadə olunur. Simmetriyanı biz necə istifadə edəcəyik? Əzbərçi yoxa başa düşərək. Məsələn, buna bax. 2-3 nöqtəsinin OX oxuna nəzərən simmetriyasını tapın. Buradan bura qədər məsafə neçə faizdir? 3%. Bunu simmetrik X oxu. X oxu da budur. 3% düşürsən aşağı. Bunun simmetriyası. Bura A'dır, bura olur A1. 2 mənfi 3. 3% yuxarısı, 3% aşağı. Ona görə simmetriya üçün biz hazır qaydalar yazdıq uşaqlar. Birinci dedik ki, XY nöqtəsi OX oxuna nəzərən simmetriyada hara keçirdi? X yeni qalır, Y mənfi olur. Bəli. Hansını deyirsə o qalır, digəri əksinə dəyişir. 2. XY nöqtəsi OY oxuna nəzərən simmetriyada. Hansını deyirsə o qalır, digəri əksinə dəyişir. 3. XY nöqtəsi koordinat başlanğıcına nəzərən simmetriyada. O 0-0-a nəzərən simmetriyada. Nə olurdu? Mənfi X, Dəyişir. mənfi Y. Hər hissəsinə dəyişirdi. Mənfi X, mənfi Y. 4. XY nöqtəsi Y bərabərdir X düz xəttinə nəzərən simmetriyada. Nə olurdu? Y, X, yerlər dəyişir. Yerləri dəyişirdi. 5. XY nöqtəsi Y bərabərdir mənfi X-ə nəzərən simmetriyada. Yerləri və işarəsi dəyişirdi. 6. X bərabərdir A xəttinə nəzərən simmetriyada. Nə olurdu? 2A minus X, Y. 2A minus X, Y. 7. XY nöqtəsi Y bərabərdir B-yə nəzərən simmetriyada. 2B minus Y. 8.
X, Y nöqtəsi AB-yə nəzərən simmetriyadır. 2A minus X, 2B minus Y. Ümid edirəm ki, təkrardan bunları xatırlayırsınız. Danışmışıq, hətta danışdığımız mövzunun kaydını tapa da bilərsiniz qrupdan. Tapa da bilərsiniz qrupdan. Təkrar mən yenə də üstündən keçirəm ki, qoy otursun. İki nöqtə nəyə nəzərən simmetrik olurdu? Məsələn, A və B nöqtələri x1, y1. A və B nöqtələri nəyə nəzərən simmetrik olur? Ortasına nəzərən. Orta nöqtənin koordinatlarını necə tapırlar? Uyğun koordinatların cəminin yarısı. İki nöqtə ortasına nəzərən simmetrik olurdu. Xatırladınız yəqin ki. İki nöqtə ortasına nəzərən simmetrik olur. Məsələn, nə demək istəyirəm? Buna bax. A və B nöqtələri buna nəzərən simmetrik olarsa. Deməli, bu onların nə idi uşaqlar? Orta nöqtəsidir. Bəli. A və B nöqtələri buna nəzərən simmetrikdir. Deməli, bu onların orta nöqtəsidir. Orta nöqtəsidir. Yəni, orta nöqtəni də necə taparıq? Toplayıb 2-yə bölürsən. 2 plus B minus 3 bölürsən 2-yə, bərabər olur 1-ə. Bir də A plus 5 ilə 4-ü toplayırsan, bölürsən 2-yə, bərabər olur 3-ə. B çıx 1, bərabərdir 2-yə, B bərabərdir 3-ə. A plus 9 bərabərdir 6-ya, A bərabərdir mənfi 3. Mənfi 3. Aydındır? Aydındır. Aydın. Ayıb buradasan, ay Ayıb. Ay, heç səsini çıxartmırsan, ha? Danışan adətən 1-2 nəfər olur. Amma yəni hamı səsini çıxarda bilər. Şərt deyil elə bir nəfər elə konkret olaraq hər dəfə açsın səsini desin. Növbələşmək lazımdır, yəni ən azından ya yəni hamının səsini eşidək, uşaqlar. Gərək qayda qoyum ki, ümumiyyətlə kameralarınız açıq qalsın. Və nəsə bir qaydalaşdırmaq lazımdır. Çünki hamınızı eşidə bilmirəm. Elə məsələn 1-2 nəfər danışır və salam. Arada bir bəli, xeyir deyir və ya sual verir. Amma hamınız verin sual. Verin mütləq şəkildə, çəkinməyin. Dərs məsələn konkret olaraq bir nəfər üçün deyil. Yəni dərs hamı üçündür. Hamı bərabər hüquqludur burada. Ona görə nə vaxt sual vermək istəsəniz verin. Gəldik paralel köçürməyə. Paralel köçürmə bir nöqtə başqa bir nöqtəyə keçir. Həmin paralel köçürmənin bir koordinatları olur. Məsələn, burada yazdığı kimi mənfi 2, 1 bu nöqtəyə keçib. Deməli, mənfi 2-nin üstünə nə gəliblər mənfi 1 olub? Mənfi 2-nin üstünə 1 gəliblər, olub mənfi 1. Bəs 1-in üstünə nə gəliblər? 3 olub, y-in üstünə də 2 gəliblər. Onda deyir ki, bu paralel köçürmədə bu nöqtəsi hansı nöqtəyə keçər? Mənfi 1, 1. Ha, x-in üstünə 1 gələrlər. Mənfi 1-in üstünə 1 gələrsən, eləyər 0. Y də 1-dir, 1-in üstünə də nə gələrsən? 1-in üstünə də 2 gələrsən, olar. Burada olar 0, 3. Bu oldu paralel köçürmə. Paralel köçürmə bundan ibarətdir. Paralel köçürmə budur. Və eyni adlı sualda sənə deyə bilər ki, bu nöqtə hansı nöqtəyə keçər və salam. Belə bir şeydir. Paralel köçürmədir burada.
var simmetriya. Məsələn buna bax. OX Z müstəvisinə nəzərən bu nöqtəsinə simmetrik olan nöqtə. Dedik də simmetriyada hansını deyirsən onları saxlayırsan. Bu X-dir, bu Y-dir, bu da Z-dir. Fəza koordinat sistemində. Hansını deyirsən onları saxlayırsan. Və X-i və Z-i saxla, digərini əksinə dəyiş. Onlar 3 mənfi 5 4. Və ya burada OX, Y müstəvisinə nəzərən. Hansılar deyirsə saxlayırsan, X, Y-i saxlayırsan, burada Z-i əksinə dəyişirsən. 2, 1 mənfi 6. Hansını deyirsə onu saxlayırsan. Və ya bu mənfi 3, mənfi 5 nöqtəsinin y bərabərdir mənfi 2-yə nəzərən simmetrik olan nöqtəsinin koordinatlarını tapın. Bura bax. X, Y bərabərdir B-yə nəzərən simmetriyada. X qalır 2B çıxılsın Y. Burada da X qalacaq 2B çıxılsın Y. 2 vurulsun mənfi 2 çıxırsan mənfi 5-i. Mənfi 4 plus 5 edir 1. Mənfi 3 1. Olacaq. Bura belə. O təkrardır da, təkrar işləyirsən otursun yerinə. Yenə də suallarınız qalacaq ola bilər, qalsın, problem yoxdur. Gəldik fiqurların oxşarlığına. Bu əjdaha bölmədə hər dəfə istifadə olunur bu. Dində istifadə olunan 99% sual BB qaydasıdır. BB o deməkdir ki, bucaq. Yəni bir üç bucağın iki bucağı o birisinin iki bucağına bərabərsə onlar oxşardır. Oxşar deyəndə gözünüzdə böyütməyin. Oxşar deyəndə bir fiqur ya böyüyür ya da kiçilir. Baxın bunun iki bucağı bunun iki bucağına bərabərsə bunlar oxşardır. Oxşarlıqda perimetrlərin nisbəti, tərəflərin nisbəti, hündürlüklərin nisbəti, medianların nisbəti, tənbölənlərin nisbəti, nə bilmək, daxilə xaricə çəkilmiş çevrələrin radiuslarının nisbəti, hamısının nisbəti oxşarlıq əmsalına bərabər. Bircə sahələr nisbəti K kvadratına bərabərdir. Oxşarlıq əmsalının kvadratına bərabər. Bircə sahələr nisbəti oxşarlıq əmsalının kvadratına bərabər. Qalan bildiyiniz hər bir nisbət oxşarlıq əmsalına bərabər. Oxşarlığı da tətbiq edən zaman. Oxşarlığı da tətbiq edən zaman. Məsələn, bura bax, bu il məsələn 11-lərin buraxılış imtahanına düşən sualdan görsədim. Məsələn, bu sual. 11-lərin buraxılış imtahanına düşmüş sualdır. Kifayət qədər asan bir sualdır. Bir də qulağında sırğa elə ki, üçbucağın tərəfinə paralel olan xətt ondan oxşar üçbucağa ayırır. Ondan oxşar üçbucağa ayırır. Tərəfinə paralel olan xətt ondan oxşar üçbucağa ayırır. Baxın, YF AC-yə bərabər vereyim. Deməli, bu balaca üçbucaq. Bu balaca üçbucaq. Böyük üçbucağa nədir? Oxşardır. Balaca üçbucaq, böyük üçbucağa oxşardır. Onda YF soruşur bizdən X. Oxşardırsa uyğun nisbətlər bərabərdir. Məsələn, bu tərəfin 3-ün böyüyün tərəfinə 8-ə olan nisbəti bərabərdir. Balacanın bu tərəfinin X-in böyüyün bu tərəfinə 16-ya olan. X bərabərdir 6. 11-lərin buraxılış imtahanında bu il bu sual düşmüşdür.
Ya bu sualın en iyisi düşmüştü. Sualdan en iyisi düşmüştü. 11'lerin bırakmışım. Qalır digər suallarda. Məsələn, gəlin bir maraqlı oxşarlıq tapaq görək. Hə, 58-ə qədər verdim də burada sizə. Bax, belə kəpənək kimi olan suallarda. Baba, harada kəpənək varsa, bax, buna kəpənək deyirəm mən. Qum saatı, kəpənək. Kəpənək görsən, bil ki, bu oxşarlıq. AF-in FC olan nisbəti 7-nin 3-ədir. FC 3x-dir, AF isə 7x-dir. Bir də sizə onu deyim ki, çox qəşəng bir qayıt üsuldur bu. Məsələn, bir üçbucaqdır, bir də o birisi ona oxşar üçbucaqdır. Məsələn, bunun tərəfi 3-dür, bunun tərəfi 7-dir. Bunun tərəfi birincinin tərəfi 3-lərlə mütənasibdir. Buraya 3K yazırsın. Bunun tərəfi isə 7-lərlə mütənasibdir. Burada 7K-nı yazırsın. Məsələn, buradakı kimi. Fikir ver. Bura 3x, bura 7x-dir. Onda məsələn, buraya yazırsan 7K. Onda burada yazırsan 3K. Yəni, balacanın tərəfi, balaca üçbucağın tərəfi 3-lə mütənasibdir. Böyük üçbucaq isə 7 ilə mütənasib. Yazmağa çəkinmə həmişə doğru olan bir qaydadır. Onda, məsələn, bura 7K-dsa, burada 7K-dır. 3K-sı buradasa, bura 4K-dır, məsələn. Yazıb AD 28-dir. Yəni, 7K 28 isə K 4. BY-ni soruşur. BY, görürsünüz, BY neçə K-dır? 4K. 16. Qum saatı gördüğünüz anda birinci qum saatı görürsünüzsə oxşarlıq. Məsələn, bu tip sualda EM-nin BS olan nisbəti 5-in 7-yədir. Bax, görsənmi? Paralellik var. Paralellik varsa, bil ki, bu üçbucaq, bu üçbucaq, böyük üçbucağa oxşardır. Vəssalam, bunu uzatmadan. EM-nin BS olan nisbəti. EM-nə 5x-dir, BS-yə də 7x-dir. A-nin NS olan nisbəti. Balaca üçbucağın tərəfi 5 ilə mütənasibdir. Bura 5K deyərsən. Böyük üçbucağın tərəfi 7K olacaq. 7 ilə mütənasib. Onda bura qaldı 2K. AN-in NS olan nisbətini soruşur. AN 5K-dır, NS-də 2K-dır. 5 bölü 2 olacaq zaten. Oldu belə. Mesela ilk əvvəllərdə olan suallar zaten rahatdır. İki oxşar üçbucağın sahələri nisbəti budur. Qardaş, sahələr nisbəti budursa, sahələr nisbəti K kvadratına bərabərdir. S2-nin S1-ə olan nisbəti bu K kvadratıdır. 200'ü bölərəm 50'yə. Eləyər 4K kvadrat 4 ise K 2'dir. Oxşarlıq əmsalı 2'dir. İkinci üçbucağın bir tərəfi 12'dir. O birinci üçbucağın uyğun tərəfini tap. Oxşarlıq əmsalı 2'dir də, yəni figur 2 dəfə kiçilir. Onda birinci üçbucağın tərəfi olacaq 6. Vəssalam. Yəni bu sualda burada 2 üçbucaq var. Birinin sahəsi 50'dir, birinin sahəsi 200'dür. Bir sahə, ikinci üçbucaq birinci üçbucaqdan 4 dəfə, sahəsi 4 dəfə böyüdür. Sahəsi 4 dəfə böyüdürsə, o da tərəfi 2 dəfə böyüdür. Bunun tərəfi 12 ise bunun tərəfi də 6'dır. Tutarını 7. Şifahi şəkildə dedim. Həmçinin birinci sualda. Görsən, sahələr nisbəti K kvadratıdır. Yazırsan ki 45'in 20'ye olan nisbəti bu K'nın kvadratıdır. 5'e bölersen buradan 5'e bölen de burada 4 ediyor. Burada 9 ediyor. Onda burada K beraberdir. 3 bölünsün 2'ye. Ama perimetrler nisbəti ise bu K'ya beraberdir.
K'ya bərabər. Yəni 2-də 3 ədəd. Hə, 2-də 3 ədəd. Məsələn, fikir ver. Bir kvadratın tərəfi digər kvadratın tərəfindən 25 dəfə böyükdür. Kvadratlar zaten bir-birinə oxşardır da. Bütün kvadratlar bir-birinə oxşardır. Niyə oxşardır desən? Bir kvadrat ya böyüyü çəkilir, ya da kiçiyi çəkilir. Da zaten hər şey eynidir. Bir dənə ya fiqur böyüyür, ya da kiçilir. Bir kvadratın tərəfi digər kvadratın tərəfindən 25 dəfə böyükdür. Onların daxilinə çəkilmiş çevrələrin radiuslarının nisbəti hansı ola bilər? 25-in 1-ə də. Zaten radiuslar nisbəti, hər şeyin nisbəti K'dır. Belə uşaqlar, buradan hələlik 58. Buradan da 58. 58, 58. Bu ikidə bu bölmələri yazırsınız. İnşallah növbət dərsimizdə görüşürük. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Sağ olun.